Hüseyin müəllim, salam aleyküm. Salam. Keçin əyləşin. Hüseyin müəllim, mən işdən çıxmaq istəyirəm və onu demək istəyirəm ki, bu dəfə məni işdə saxlamağa cürət etməyəsiniz. Problem yoxdur, ərizənizi verin, imzalayım. Gələcək işlərinizdə sizə müvəffəqiyyətlər arzulayıram. Niyə keyfiniz yoxdur Hüseyin müəllim? Sizi birinci dəfə deyə belə görürəm. Hilal bəy, uzatmayaq, ərizəni verin, imzalayım, uğurlarsınız. Bəlkə sizin xoşladığınız kimi deyim 2. Hilal bəy, elə bilirsiniz ki, müdür olmaq asandır. Nə olsun ki, mən ayıma 100 minlərlə pul qazanıram, nə olsun ki, mən 5 dənə xanım saxlayıram, nə olsun hər ay maşın dəyişirəm, nə olsun ki, hər həftə mən aviaselsazdan ucuz bilet alıb xaricə istirahətə gedirəm. Amma xoşbəxtlik bunda deyil, mən ailəmə vaxt ayıra bilmirəm. Hüseyin müəllim, çox üzr istəyirəm, siz evli deyilsiniz axı. Çox təəssüf ilə bildirmək istəyirəm ki, sizin kimi diqqətli, professional, qayğıkeş, empatiyası yüksək səviyyədə olan bir əməkdaşla yollarımı ayırma məcburiyyəti məni pərişan edir. Hilal bəy, mən qaydasında deyiləm. Hüseyin müəllim, niyə axı? Nə üçün? Atlansın dökün!